Salam, axşamınız xeyir olsun. Mən Zəhra Allahverdiyeva, müəllimlər və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Edprof Centerin həm rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəyəm. Bugünkü mövzumuz kooperativ təlim, qrup işinin effektiv idarə olunmasıdır. Təlimçimiz pedaqoq Sevda Əhmədlidir. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə bilərsiniz. Eyni zamanda il sonu hesabatlarınızı da təqdim edə bilərsiniz. Sertifikat simvolik ödənişlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün elandakı əlaqə nömrəsini yazmağınız kifayətdir. Təlim rekord olunur. Gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamanız və təlim gedişatını bölməməyinizdir. Əgər suallarınız yaranarsa, səsli şəkildə verməkdən çəkinməyin. Hər birinizə xoş öyrənmələr. Necəsiz Sevda xanım? Salam, hər vaxtınız xeyir olsun. Çox sağ olun, müəllimə. Təşəkkür edirəm. Siz necəsiz? Biz də yaxşıyıq. Buyurun, söz sizdədir. Təşəkkür edirəm. İlk öncə qrupda bu təlimə qoşulan hər bir iştirakçını salamlayıram. Ümid edirəm ki, bu təlim hər birimizə xeyirli olar və bu təlimdən hər biriniz faydalanarsınız. Mövzumuz qrup işinin effektiv idarə olunmasıdır və qrup işinin əhəmiyyəti haqqında ilk öncə danışacağıq. Qrup işinin əhəmiyyətindən danışmadan öncə, qrupda ümumiyyətlə burada müəllimlər və yaxud da digər iştirakçılara bir sual vermək istəyirəm ki, sizcə qrup işi niyə faydalıdır? Dərs prosesində qrup işinin uşaqlara və müəllimlərə faydası nədir? Yəni burada müəllimin və şagirdin qazancı nədir? Yəni qrup işi uşaqların həyatında və müəllim üçün nə kimi əhəmiyyətli rol oynayır? Yəni əgər fikirləriniz varsa almaq istəyərdim. Əməkdaşlıq. Bəli, əməkdaşlıq aiddir. Aha. Belə deyək ki, qrup işinin əhəmiyyəti, bəli, burada bir neçə əməkdaşımız dedi. Əməkdaşlıq rol oynayır. Daha sonra buraya aiddir inkişaf. Uşaqların inkişafında böyük rolu var. Yaradıcılıq. Burada uşaqların yaradıcılıq xüsusiyyəti formalaşır. Və belə deyim ki, qrup işinin məqsədi bilgi mübadiləsidir. Gözləyin, burada mən bir şəkli dəyişim. Deməli, qrup işinin əsas burada bölgülərini mən göstərmişəm, amma bunları sadəcə olaraq danışmaq üçün mövzuların başlanğıcı kimi qeyd etmişəm. Burada birinci bölgü və rolların paylanması. Bu nə deməkdir? Bu o deməkdir ki, rolların paylanması ümumiyyətlə qrup işi bir neçə komanda arasında tərtib olunur və məktəbə hazırlıq və ibtidai sinif olan, yəni ibtidai siniflərdə hər sinifin özünə görə mövzular arasında qrup işinin təşkili mümkündür. Hər fən üzrə ayrılıqda aparılır bu. Və rolların paylanması bu o deməkdir ki, tutaq ki, bir qrupda həm lider olmalıdır, bu qrup işini digər tərəfdə, tutaq ki, bir qrup komandada 5 uşaq var və bu 5 uşağın hər birinin rolu olmalıdır. Biri liderdir, digəri həmin o qrup işinin tərtibini aparan şəxsdir, yəni yazandır. Digəri zamana nəzarət edəndir. Qalan o biri digəri, tutaq ki, bu qrup işində hər hansı bir şəkillərin kəsilməsi, yapışdırılması varsa, bu iş həmin uşağa tapşırılır və s. Yəni bu cür rolların paylanması mümkündür. Daha sonra isə qrup işi uşaqlara nə öyrədir? Problemlərin həll olunması. Yəni adından da göründüyü kimi qrup işində uşaqlar bir olaraq birlikdə iş aparılır. Yəni ayrılıqda deyil də bir qrupun işi kimi təqdim olunur. Yəni burada uşaqlar bir problemin həllində fikir mübadiləsi gedir və fikirlər qarşılıqlı müzakirə olunaraq ortaq bir qərara gəlinir. Bunun özünün də uşaqların fikrinin formalaşmasında böyük rolu var.
Daha sonra mən burada özüm üçün qeydlər aparmışam ki, təlim prosesində ardıcıl olaraq nəyi necə fikrimin hamısını çatdırmaq istəyirəm çünki. Daha sonra ümumiyyətlə qrup işində bir mövzu olur və həmin mövzunu uşaqlara təqdim etdiyimiz zaman biz arxayın olmalıyıq ki, bu qrup işində verilmiş mövzunu hər qrup iştirakçıları tam olaraq anlayıb. Yəni bundan əmin olduqdan sonra qrup işini başlatmaq lazımdır. Çünki əmin olmadan ki, tutaq məsəl üçün deyirəm, mövzumuz məktəbə hazırlıq qrupunda meyvələrdir və yaxud tərəvəzlərdir və yaxud nəqliyyat vasitələridir. Yəni bu nəqliyyat vasitələrini deyəndə uşaq anlamalıdır ki, nəqliyyat vasitəsi nədir? Söhbət nədən gedir? Nəqliyyat vasitələri deyəndə bunu neçə qrupa bölünməlidir? Burada tutaq ki, maşın, təyyarə, gəmi, uşaq anlamalıdır ki, bunları qruplar üzrə bölməlidir, bunlar haqqında danışmalıdır, şəkillər hazırlamalıdır və yaxud da və s. Yəni deməyim ondadır ki, ilk növbədə verilmiş mövzunu uşaq anlamalıdır. Ümumiyyətlə qrup iştirakçılarından kimin nə sualı olarsa buyurub verə bilər və yaxud da səsli olaraq mənə deyə bilər ki, mən eşidim. Daha sonra hər qrupun lideri, yazanı, bu ümumiyyətlə qrup işini təqdim edəni, vaxta nəzarət edəni olmalıdır. Yəni vaxt verilir qrup işində. Tutaq ki, bir mövzunun vaxt olaraq zamanı 20 dəqiqəlik bir işdir və bu 20 dəqiqəlik müddətdə hər bir qrup komanda şəklində mövzunu işləməli və bitirməlidir. Daha sonra isə təqdim etməlidir. Yəni zaman bitdiyi vaxt artıq qrupda zamanı izləyən şagird bildirməli və artıq işi dayandırmalı, təqdim etməni başlatmalıdır. Belə. Daha sonra belə bir şey var ki, ümumiyyətlə qrupları təşkil edərkən uşaqlar hər qrup ümumiyyətlə sinifdə hər cür uşaq ola bilər. Tipik, atipik və yaxud da oxu səviyyələrinə görə zəif, orta, daha yaxşı oxuyan uşaqlar və bu uşaqların hər birini yaxşı oxuyanlar bir qrupa, zəiflər bir qrupa və yaxud da ortalar bir qrupa deyərək bölgü aparmaq heç də düzgün deyil. Çünki belə olduğu zaman nə o qruplar arasındakı belə deyim ki, yarışmanın bir mənası olmur. Çünki təbii ki, savadlı uşaqlar, bu işi daha cəld, daha bacarıqlı uşaqlar daha tez yerinə yetirmiş olacaq. Nəinki zəiflərdən ibarət bir qrupun işinin təqdimatında zəif uşaqlar daha yəni belə zəif hazırlaşmış və təqdim etmiş olacaq. Bu isə o uşaqlar arasında motivasiyanın aşağı düşməsinə, özgüvənsizliyə, daha sonra təqdim etmə bacarığının zəif olmasından asılı olaraq uşaqlarda hansısa bir fobiyanın yaranmasına səbəb ola bilər. Yəni bir çox nüanslar burada var ki, qrupların təşkilində bu səhvlərə yol vermək olmaz. Bu qrupların təşkilində, bu uşaqlardan ibarət qrupların təşkilində əsas aparıcı qüvvə təbii ki, müəllimdir. Müəllim nəzarət etməlidir, amma qrupların bölgüsündən sonra bu işlər qrupda, ümumiyyətlə qrup işində prosesin gedişinə mane olmamalı və yaxud da kömək etməməlidir. Öncədən hər bir tapşırıq verilir, qruplar arasında iş bölüşdürülür, qrup işinin mahiyyəti, yəni uşaqlara izah olunur, daha sonra isə müəllimə sadəcə olaraq, müşahidəçi olaraq kənardan bir rəhbər kimi izləyir. Burada aşağıda sual verildi deyəsəm. Yalnız müəllim etməlidir, yoxsa şagirdlər də fikirlərini bildirə bilər. Qrupları yığmaq yalnız müəllim etməlidir deyəndə, müəllim də etməlidir. Əlbəttə ki, daha çox dediyim kimi söz sahibi, yəni bu qrupların bölünməsindən söhbət gedirsə, müəllim burada aparıcı roldur. Amma aparıcı qüvvədir. Amma şagirdlər də əlbəttə ki, fikrini deyə bilər. Ola bilər ki, yaxşı oxuyan uşaqlar istəyər ki, komandasında
daha yaxşılar olsun. Yəni sinifin ümumi, belə deyim ki, bazasını bilərək uşaq istəyər ki, tutaq ki, Əli, Vəli, məsəl üçün deyirəm, Ramin mənim qrupumda olsun və bütün uşaqlar da bilir ki, o uşaqlar həmin sinifdə yaxşı oxuyan uşaqlardır. Yəni ona görə də qazanmaqdan ötürü edir axı uşaq bunu. Daha çox istəyir ki, komandası qalib gəlsin. Hə, ona görə də ədalətli bu ədalət prinsipini qorumaq şərti ilə uşaqların da fikirlərini müəllim alır, amma təbii ki, sonda sözü müəllim deyir və qruplaşdırmanı da müəllim aparır. Aha, dediyim kimi müəllim yalnız nəzarət edən şəxsdir. Müəllim kənardan heç bir qrupa kömək etməməlidir. Qrupların təqdimatına qarışmamalıdır. Çünki müəllim qarışarsa artıq burada düzgün və ədalətli seçim biraz sual altına düşür. Çünki uşaqlarda istər-istəməz bir fikir formalaşa bilər ki, müəllim digər komandaya kömək etdi, bizə etmədi. Amma bizə etsəydi, biz də bəlkə qalib ola bilərdik. Bu fikirlər yaranmasın deyə müəllimə sadəcə olaraq müşahidəçidir, kənardan izləyən şəxsdir. Belə. Daha sonra isə belə deyək ki, qrupların faydalarında əsas ilk öncə qrup işinin təşkilində faydalar odur ki, uşaqların dinləmə bacarığı formalaşır. Daha sonra uşaqların sosiallaşması burada əsas rol oynayır. Daha sonra dinləməsi, dinləmə bacarığının burada önə çıxması böyük rol oynayır. Qrup işinin ümumiyyətlə təşkilində sosiallaşma deyərdim ki, daha çox uşaqlarda öz rolu, yəni daha çox üzə çıxır. Niyə görə? Çünki burada artıq qrup şəklində uşaqlar işi təqdim edirlər və hər kəsin amalı birdir ki, qrup işində komandası qalib gəlsin. Və komandasının qalib gəlməsi üçün hər bir uşaq istəyir ki, verilmiş mövzu üzərində onun belə deyim, dediyi fikir həmin o qrup işinin təqdim olunmasında bir rol oynasın. Ona görə hər bir uşaq istəyir ki, onun qrupuna, komandasına faydası dəysin. Burada da istər-istəməz bir uşağın üzərində kiçik bir məsuliyyət yaranır komandanın qalib olması üçün və bu məsuliyyət uşağı vadar edir ki, o da artıq bu dərslərdə, daha doğrusu bu komanda işində rol oynasın. Utancaq uşaqları necə qrupda aktivləşdirmək olar? Bəli, elə ora gəlirəm ki, bu dediklərimizin hər biri bunlara aiddir zaten. Yəni utancaq uşaqlar, atipik uşaqlar, daha sonra fobiyalı, sosiallaşması zəif olan uşaqlar var ki, yəni bu qrup işinin faydalarından biri də məhz bu uşaqları həmin qruplarda önə verməkdir. Yəni utancaq, sosiallaşması zəif olan uşaqların qrup işində effektiv olması üçün onlara kiçik məsuliyyətlər vermək olar. Yəni bu məsuliyyətləri verməklə uşaqlara bu məsuliyyət altında artıq o da bir hərəkət etməyə, bir belə deyim ki, dirçəlməyə doğru yönəlir. Daha sonra isə ümumiyyətlə qruplarda balansı, tarazlığı qorumaq lazımdır. Bayaq da vurğuladım ki, yəni bir komandanı güclülər üzərində, digər komandanı zəiflər üzərində qruplaşdırmaq olmaz. Ümumiyyətlə qruplarda olan passiv uşaqlara da müəyyən uyğun təlimatlar verilməlidir ki, həmin uşaqların da bu qruplarda bir rolu olsun. Ola bilsin ki, həmin uşağın tutaq ki, məktəbə hazırlıq qrupunda qrup işi aparılır və həmin qrup işində passiv uşağa biz nə rol verə bilərik? Məsəl üçün, bayaq dediyim kimi, öncə dedim ki, tərəvəzlər mövzusudur və həmin tərəvəzlər mövzusunda nə edirik? Tərəvəzlər haqqında müəllim tapşırır ki, tərəvəzlər nədir, ümumiyyətlə harda yetişdirilir, tərəvəzlərin insan həyatında nə kimi rolu var, nədir? Bax, bu cür müzakirəni apararkən orada tərəvəzlərin şəkillərini verə bilərik. Burada tərəvəz şəkillərinin kəsilməsi, yapışdırılması, həmin o layihənin hazırlanması və yaxud sairə. Yəni o pasiv uşaqlara məsələn o şəkillərin kəsilməsini vermək olar. Daha aktiv uşağa həmin o tərəvəzlər haqqında məlumatların yazılmasını vermək olar. Yəni bu şəkildə müəllimə onu daha yaxşı bilir ki, hansı uşağın bacarığı nədir və uşaqları ona uyğun olaraq qruplaşdıraraq mövzuları tapşıra bilər. Qruplarla iş yalnız öyrənmə deyil.
məktəbəqədər şagirdlərin ilk dərsləri nə olmalıdır? Ümumiyyətlə məktəbəqədər şagirdlərin ilk dərsləri ilk öncə tanışlıq, yəni heç dərs deyil. Hamı tamamilə fərqli-fərqli evlərdən, fərqli-fərqli mühitlərdən, tərbiyədən gələn uşaqlar olur və qrupda 10 uşaq olursa, həmin 10 uşaq bir-biri ilə ilk öncə tanış olmalıdır. İlk öncə müəllim özünü təqdim edir və müəllim özünü təqdim etdikdən sonra bir-bir uşaqlarla tanış olur və uşaqları bir-biri ilə tanış edir. Daha sonra hər bir uşaq haqqında öz ailəsi barəsində soruşulur. Ailədə neçə nəfərsiniz? Məsəl üçün deyirəm bunu. Bu uşaqlar ailənin nəfərlərdə ailədə neçə nəfərik və yaxud da nənə baba bizimlə yaşayırmı, yaşamırmı? Ümumiyyətlə uşaqlarla belə tip mövzular hər bir uşağın cavab verə biləcəyi mövzular olduğundan bu tipdə sual-cavab aparılması, yəni şəxsən mən öz dərslərimdə bu cür yanaşıram. Daha sonra isə hansı meyvəni xoşlayırsan? Bir-bir uşaqlardan bunu soruşuruq. Daha sonra ümumiyyətlə yay tətilini necə keçirtdin? Yay tətilində haralara getdin? Hansı oyunları oynadın? Bu kimi suallar verməkdə ilk 1 saatı bu müzakirələrlə zaten 10 uşaq ətrafında apardıqda kifayət edir ki, artıq bir fikir formalaşsın. Müəllim və uşaq arasında, uşaqlarla müəllim arasında. Müəllimə yuxarı sinif qrupları iş ilə riyaziyyat dərsi daha necə maraqlı etmək olar? Riyaziyyat dərsində ümumiyyətlə mövzu həddindən artıq çoxdur və yuxarı siniflərdə deyəndə mən sırf ibtidai sinifi nəzərdə tuturam və ibtidai sinifdə uşaqların qrup işlərinin aparılması, mən ümumiyyətlə qrup işinin təşkili barəsində burada bu mövzu haqqında danışırdım. Misal üçün 1-ci sinifdə toplamanın yerdəyişmə qanunu haqqında qrup işi təşkil etmək istəyirsiniz. Ümumiyyətlə toplama əməli haqqında. Burada qruplar üzrə mövzu paylanılır. İlk öncədən izah olunur və hər bir qrupda olan nümayəndələr bu mövzunu tam dərk etdikdən sonra ki, məndən müəllim nə istəyir və mən burada hansı mövzunu işləməliyəm və necə təqdim etməliyəm, qruplar üzrə bu iş aparılır və hər bir uşaq öz mövzusunu təqdim edir və qruplarla iş aparıldığı zaman müəyyən zaman limiti qoyulur və 15 dəqiqəlik bir zaman verilir və həmin zaman çərçivəsində uşaq komandalar qrup işini tamamlamalıdır. Daha sonra isə qrup işi tamamlandıqdan sonra uşaqlara kiçik motivasiya edici nələrsə etmək olar. İlk öncə belə deyim ki, motivasiya edici nə edə bilərik? Hər hansı bir alqış, yəni söhbət burada sırf uşaqları həvəsləndirməkdən gedir. Daha sonra isə kiçik hədiyyələr hazırlana bilər. Məsəl üçün, mən öz məktəbə hazırlıq qruplarımda İngilis dili fənnində spelling bir yarışması etmişdim. B-spelling. Yəni arı söz yarışması. Bu İngilis dilində bir başqa cürdür. Mən onu özümküləşdirmişdim. Uşaqlara ilk bir həftə öncədən keçdiyimiz bütün İngilis dilində söhbət 5 yaşlı qruplardan gedir. Keçdiyimiz bütün İngilis dilində olan sözləri bir vərəqdə yazmışdım və qrupa bir həftə öncədən paylamışdım. Və tapşırmışdım ki, 1 dəqiqə ərzində verdiyim bu sözlərdən kim daha çox söz deməyi bacaracaqsa, həmin uşağı qalib seçəcəm və uşaqlar hazırlaşırdı. Bu qrup işi deyildi, sadəcə olaraq bir yarışma tipli idi. Bu qrup işinə də yaxındır deyə mən burada bunu qeyd edirəm. Və sual-cavab etmişdik. 1 dəqiqə ərzində həmin o verdiyim sözləri soruşmuşdum və söz sayını qeyd etmişdim. Sonda isə uşaqlara motivasiya edici nə etmişdim? Sertifikat. Və təbii ki, mən burada bir uşağı seçib, ən çox söz deyən uşağı seçib, digər uşaqları necə deyim, belə əməklərinin boşa getmiş kimi olmasına razı ola bilməzdim təbii ki. Və müəllim olaraq da biz bunu düşünməyə məcburuq. Çünki qrupda hər dəfə qalib seçərkən digər uşaqların motivasiyasının düşməyinə icazə verməməliyik. Mütləqdir ki, o uşaqların da o həmin sinifdə müəyyən qədər mükafatlanmasına, hansısa bir kiçik jest kimi o uşaqlara qarşı etməyi unutmamalıyıq.
Qalib olan şəxsə həmin sertifikatda yazılır ki, daha çox söz demək üzrə təltif olunur. Daha çox söz deyən uşaq kimi ingilis dilində bu, yəni orada hazırlanır. Da qalan digər uşaqlara isə onlara da sertifikat hazırlamışdım. Lakin orada qeyd etmişdim ki, bu yarışmada fəal iştirakına görə təltif olunur. Belə nəticədə uşaqların heç biri motivasiyadan düşmür. Çünki hər birinə bu necə deyim, sertifikatlar təqdim olunur. Eyni zamanda da daha çox söz deyəni də xüsusilə vurğulayıram ki, hə, bu uşaq digər uşaqlardan daha çox söz dediyinə görə fərqlənmə sertifikatı alır. Bəli, bəli, çox gözəl təşəbbüsdür və aşağı yaş qruplarında bu özünü necə deyim, sinifdə ümumiyyətlə uşaqlar arasındakı balansın qorunmasında çox gözəl metoddur. Yəni heç bir uşaq incimir, heç bir uşağın motivasiyası düşmür, həvəsi düşmür və eyni zamanda daha da gələn dəfə çox çalışır ki, qalib olsun. Amma bir yerdə də bilir ki, mütləqdir ki, müəllimi onun zəhmətini də qiymətləndirəcək. Çünki uşaqlar indiki dövrümüzdə xüsusilə bu belədir ki, zəhmət qarşılıqsız qalanda uşaqlar çox tez həvəsdən düşürlər. Yəni daha hər dəfə nəsə bir diqqət gözləyirlər, hər dəfə nəsə bir müəllimdən jest gözləyirlər. Təbii ki, bu da bir balanslı şəkildə olmalıdır. Yəni uşaq öyrəşməməlidir ki, hər dəfə müəllimi onu nəyəsə görə mükafatlandıracaq. Bu da düzgün deyil. Belə deyim ki, mən qruplarımda müəyyən bir hədiyyə kimi qoymuşdum. Hər dəfə uşaqlara yarışma edəndə hədiyyə verirdim. Daha sonra gördüm ki, uşaqlar artıq bunun öyrənmə tərəfindən deyil də, sırf qalib olum, hədiyyə qazanım deyə dərsə hazırlaşırlar. Bu məqam əslində məni üzmüşdü. Mən yəni düşündüm ki, bu mənim işimin belə deyim ki, hansısa bir nöqtəsində az da olsa boşluğumdan irəli gəlir ki, uşaqlar dərsə gələndə artıq hədiyyəyə görə gəlirlər. Yəni sırf öyrənmə həvəsi, motivasiyası sanki düşmüşdü. Mən onu tez balanslaşdırıldım və artıq o mükafatı yığışdırdım yavaş-yavaş. Heç uşaqlar belə hiss etmədilər o mükafatın yığışdırılmasını. Bunu əvəz elədim sertifikatlarla, bunu əvəz elədim emblemlərlə, bunu əvəz elədim sinifin ən dəcəli, sinifin ən çalışqanı, sinifin lideri, sinifin sakiti, sinifin ən gözəl xətlisi, bu kimi yazılar yazaraq uşaqların boynundan asmışdım. Belə znaçoklar hazırlayaraq uşaqlara yaxalıq kimi onların yaxasında bunları yapışdırırdıq və yaxud da taxırdıq. Çox gözəl, yəni effekt də vermişdi. Daha sonra isə ümumiyyətlə qruplarla iş eyni zamanda uşaqlar arasında əməkdaşlığı formalaşdırır. Yəni uşaqlar bir-biri ilə fikir mübadiləsinə daha rahat girməyə başlayırlar. Normalda ola bilər ki, uşaq hansısa bir yoldaşı ilə dərs barəsində hansısa bir mövzunu müzakirə etməkdən çəkinsin. Amma qrup işləri buna zəmin yaradır ki, uşaqlar bir-biri ilə sıx əlaqədə olaraq mövzuları müzakirəyə qoysunlar və müzakirə edərək daha çox birlikdə öyrənsinlər. Qrup işinin əhəmiyyətlərindən biri də budur ki, uşaqlar bir-biri ilə belə deyim ki, təmasda müzakirə edərək daha çox öyrənirlər. Çünki bilirsiniz ki, müəllimin ümumiyyətlə uşaqların həyatında rolu böyükdür. Müəllimin izahının həqiqətən də uşaqların həyatında bir başqa rolu var. Valideyn desədi ki, gəlir deyir ki, mən nə qədər evdə uşaqla məşğul oluram, öyrədirəm, özüm müəlliməm, amma deyir, yəni mənim öz uşağıma sözüm keçmir. Mənim öz uşağıma etdiyim izah keçmir. Yəni mən fikrimi öz uşağıma çatdıra bilmirəm. Təbii ki, burada məqamlardan biri odur ki, uşaq ananı ana gözündə görür, müəllim gözündə görmür. Yəni ən vacib məqam budur. İkincisi, uşaq daha çox ərk edir valideyn üzərində. Daha çox naz edə bilir, daha çox ərkönlük edə bilir. Yəni bir sözlə ərk yeri olur ana. Onu müəllim gözündə görməyi çox çətindir. Ona görə də onu demək istirdim ki, yəni müəllim uşağın həyatında aparıcı qüvvədir. Bu öz yerində. Amma uşağın da uşaqdan öyrəndiyi çox şey var. Bu daha çox sosiallaşma zəifliyi olan uşaqlarda, daha çox hansısa bir ünsiyyət problemi olan uşaqlarda öz yəni
özünü göstərir. Qrupda ümumiyyətlə bağça dövründə, bağça yaşı dövründə də valideyn uşağı çox zaman bağçaya niyə gətirir, qoyur ki, yaşıdları ilə həm söhbət olmağı bacarsın, sosiallaşsın, qrupla bərabər bir iş görməyi öyrənsin, daha sonra öz fəaliyyətlərini icra etməyi öyrənsin. Bu öz fəaliyyətləri təbii ki, müəllim də öyrədir, amma daha çox uşaqlar bir-birinə baxaraq da öyrənir. Yəni bu daha effektivdir. Qrup işinin də əhəmiyyətlərindən biri də odur. Komanda şəklində müzakirə edərək uşaqlar daha dərin biliklərə yiyələnir. Daha da dərin yaddaşında qalır hansısa bir mövzunun müzakirəsi. Daha sonra isə qruplarımızda ümumiyyətlə sinifimizdə aktiv uşaqlar olur və sakit uşaqlar olur. Elə uşaqlar var ki, o qədər sakit olur və yaxud da o qədər motivasiyası aşağı olur ki, heç cür müəllim baxır ki, bu uşağı həvəsləndirə bilmir. Bax, burada da dediyim metodlar, burada da dediyim nüanslar o sinifdə olan qruplar olan, yəni uşaqlara da aiddir ki, sakit uşaqları bax bu cür belə loru desək tərpətmək mümkündür. Kiçik hədiyyələr, daha hədiyyə dediyim, mükafat dediyim, yəni sırf maddi mükafatdan getmir. Bayaq qeyd etdiyim kimi sertifikatlar, yaxalıqlar, hansısa bir kağızdan, kartondan hazırlanmış, məsəl üçün taclar ki, mən onu uşaqların başına hər dəfə, hər dərs birinin başına qoyurdum. Tutaq ki, bu gün dərsdə ən aktiv iştirakçımız, məsəl üçün deyirəm, Vəlidir. Onun başına qoyurduq. Gələn dərs Nurayın başına qoyurduq. Digər dərs digərinin dərsinin başına qoyurduq və belə-belə uşaqlar o tacı öz başında gəzdirmək üçün başlayırdılar daha çox çalışmağa. Oxuyub anlaması zəif olan uşaqla iş prinsipi nədir? Oxuyub anlama belə deyərdim ki, çox dərin bir mövzudur. Bugünkü gün bizim işimiz indi bugünkü təlimdə daha çox qrup işinin təşkili barəsindədir. Anlaması zəif olan uşaqların işləmək belə deyim ki, elə deyərdim ki, 3 yaşından başlayır. Oxuyub anlama belə ətrafda, mühitdə, nə bilim, öz ətrafında gördüyü hər bir əşyadan başlayır. Misal üçün deyirəm, 2 yaşında bir uşaq şəkildə görür ki, bu almadır və artıq bunun oxuyub anlama yəni dinləyib anlama, bu nə deməkdir? Almadır, alma nə rəngdir, almanın forması necədir, alma nə üçündür, almanı biz nə edirik, yeyirikmi, atırıqmı, oynamaq üçündürmü, almanın dadı necədir, alma yumşaqdırmı, bərkdirmi? Bax, bu tip suallar belə artıq uşağın anlamasını dərinləşdirir. Bilirsiniz, bəzən valideynlər bu anlama üzərində çox da dayanmırlar. Elə uşaqların belə deyərdim ki, nitqinin açılmasında, danışmasında ətrafında baş verən prosesləri, ətrafında olan əşyaları, ətrafında olan vizual gördüyü hər şeyin mənası uşağa deyilməlidir. Və müəyyən uşaq artıq məktəbə hazırlıq yaşına gəlib çatdığı zaman valideyn deyir ki, mənim uşağımın anlaması çox zəifdir. Niyə zəifdir? Çünki uşaqla vaxtında söhbət aparılmayıb. Vaxtında uşaqla hansısa bir əşya barəsində, hansısa bir hadisə barəsində, hansısa bir nə bilim mövzu barəsində uşaq sual verərkən o sual əhatəli olaraq uşağa izah olunmayıb. Ona görə də uşaqda söz ehtiyatı azdır və fikrini çatdıra bilmir. İbtidai siniflərdə də ən böyük problem, oxuyub anlama problemi uşağın oxuduğunu anlamamasıdır. Bu da nədən irəli gəlir? Uşaq diqqətini verərək oxumur. Uşağın fikri dağınıqdır. Uşaq belə deyim ki, günümüzün bəlasıdır. Telefon, televizor, planşet, bunlara daha çox baxaraq biz belə deyim ki, uşaqları robotlaşdırırıq. Artıq uşaqlar nağıl kitabları oxumur. Oxumursa söz ehtiyatı necə yarana bilər? Uşaq ancaq dinləyir və lazımsız informasiyanı dinləyir. Artıq dərslə bağlı, hansısa bir anlama ilə bağlı, bugünkü gün 4-cü sinif monitorinqlərində uşaqlara oxuyub anlama üzərində tapşırıqlar verilir ki, uşaq Azərbaycan dili imtahanını oxuyub anlama üzərində verir və 5-ci sinifə keçid edir. Oxuyub anlamanı əksər uşaqlar səhv yazır. Niyə? Çünki fikir dağınıqlığı var. Çünki oxuduğunu anlamır. Anlaması üçün isə vaxtında daha çox məntiqi çalışmalar işlənməlidir. Oxuyub anlamanı
artırmaq üçün elə kiçik yaşlardan motor bacarıqları daha yaxşı bacarması üçün məşğul olmaq lazımdır. Daha sonra, yəni uşağa elə əzbər şəkildə bu adı, bu B-dir, hərfləri öyrətməklə, oxumağı öyrətməklə uşağın oxuyub anlaması düzəlmir. Mütləqdir ki, bu dediyim kimi çox geniş mövzudur. İnşallah ki, bu barədə də bir təlim təşkil edərik, bu barədə daha geniş danışarıq. Daha sonra isə ümumiyyətlə bu qrup işində müəllim nə etməlidir? Müəllim kənardan təbii ki, müşahidə edir. Qrup işinin uşaqlar arasında olan müzakirəsinə, mübadiləsinə, əməkdaşlığına və müəllim burada artıq uşaqlar barədə fikir formalaşdırmalıdır özündəki hansı uşaq daha yaxşı yazma bacarığına malik idi, hansı uşaq daha sürətli idi, hansı uşaq passivlik göstərirdi, hansı uşaq ümumiyyətlə komandaya kömək etmirdi, hansısa bir fikir yürütmürdü, hansısa bir fikir demirdi və yaxud da mövzu barədə çıxışları yox idi. Bunların hər birinə müəllim kənardan izləməlidir və həmin o izləməsinə görə bir plan tərtib etməlidir. Uşaqlarla hansı yöndə daha çox işləməlidir, onu özündə qeydlər apararaq yazıb bir kənarda saxlamalıdır və dərs prosesində bu çatışmazlıqları bərpa etməlidir. Çünki müəllimin ilk öncə əsas vəzifəsi odur ki, hər bir uşağa fərdi yanaşsın. Təbii ki, mümkün qədər. Çünki ibtidai sinifdə ümumiyyətlə uşaq sayı həddindən artıq çox olur və müəllimin hər bir uşağa hər dərs çatması çətin olur. Amma təbii ki, bunu da müəllim özündə bir balanslı şəkildə planlaşdırmalıdır. Bugün 10 uşaqdan dərs soruşsa, gələn dərs digər 10 uşaqdan, o biri dərs digər 10 uşaqdan. Yəni deməyim ondadır ki, heç bir uşaq kənarda qalmamalıdır. Təbii ki, bu da müəllimin özünün işi aparmasından və peşəkarlığından irəli gəlir. Sonra qrup işi ümumiyyətlə elə bir işdir ki, mən məsəl üçün qrupla iş aparmaq üçün mən bunu hər həftə etmirəm. Ayda deyim ki, 2 dəfə qrup işi təşkil edirəm və qrup işinin ayda 2 dəfə olması mənə kifayət edir. Təbii ki, dediyim kimi, bu hər müəllimə görə dəyişə bilər. Mənə kifayət edir ona görə ki, mənim ayda 2 dəfə qrup işində uşaqları müşahidə etməyim mənə bəs edir. Yəni, mən artıq qrup işində ən çox özüm üçün nəticə onu çıxardıram ki, bundan öncə qeyd etdiyim kimi, hansı uşaq daha aktivdir, hansı uşaq passivdir, hansı uşaq sürətlidir, hansı uşaq daha çox informasiya ötürür və digər bir ayda olan ikinci qrup işində isə həmin uşaqları bir də müşahidə edirəm ki, kimdə hansı dəyişiklik var, kim irəli gedib, kim geriyə gedib, kim elə olduğu yerdədir. Yəni bunu bir kənarda müəllim olaraq mən müşahidə edirəm ki, bu mənə bəs eləyir ki, qrup işini mən ayda 2 dəfə aparım. Daha sonra qrup işinin sonunda ümumiyyətlə uşaqlarla sorğu aparmaq olar ki, bizim bu qrup işinin təşkilində siz nəyi bəyəndiniz? Qrup işimizdə nəyi bəyənmədiniz? Və yaxud da gələn qrup işlərində hansı komandanın tərkibində olmaq istərdin? Hansı qrup yoldaşlarınla bərabər işi hazırlamaq istərdin? Yəni təbii ki, bu sualları verərək uşaqlar arasında fikirləri alaraq digər qrup işində bu balansı müəllimə artıq həmin o uşaqların istəklərinə görə qarışdıraraq başqa bir komandalar yarada bilər və həmin komandalarda uşaqların da istəkləri nəzərə alına bilər. Belə, kimin nə sualı var, buyurub verə bilər. Mənə görə qrup işi müşahidədir, qrup işi sosiallaşmadır, inkişafdır, motivasiyadır. Hər bir uşağı həvəsləndirən bir metoddur. Bugünkü gündə ibtidai siniflərdə, ümumiyyətlə məktəbimizdə qrup işi, komanda işi həddindən artıq çox, yəni proqramımızda rol verilib və məncə də effektivdir. Mən düşünürəm ki, hər bir müəllim qrup işini aparmalıdır, istifadə etməlidir. Çünki burada biz uşaqları kəşf edirik. Kimin nə sualı var, verə bilər?
Hə. Qrupda ən çox neçə uşaq olmalıdır? Belə deyim ki, qrupda ən çox, əgər siz özəl müəssisədə fəaliyyət göstərirsinizsə, mən məsəl üçün ibtidai sinif və məktəbə hazırlıq müəllimiyəm. İbtidai sinifdə mənim qruplarımda maksimum 8-9 uşaq olur və mən burada artıq 2 komanda yarada bilirəm. 4 uşaqlı, 5 uşaqlı və yaxud da 4-4 uşaqdan ibarət 2 komanda və mövzunu verirəm, həmin mövzu üzərində biz başlayırıq işləməyə. Məktəbə hazırlıq qruplarında isə maksimum 12 uşaqlı qruplarım olur və burada artıq 3 qrup yaradaraq 4-4-4 belə 4 nəfərlik, 5 nəfərlik komandalar yaradaraq komanda işini, qrup işini apara bilirəm. Siz sağ olun. Mənim üçün çox xoşdur. Faydalı ola bilirəmsə nə gözəl. Bəli, bəli. Qrup işində bəzi uşaqlar var ki, daha fəal iştirak etmək istəyir və digər komanda yoldaşlarına icazə vermir. Elə istəyir ki, ancaq bu cavab versin. Bunu isə necə tarazlaya bilərik ki, hansı uşaq, yəni ümumiyyətlə belə uşaqların motivasiyası düşməsin, belə uşaqların həvəsi ölməsin. Düşünməsin ki, elə mən deyirəm müəllim məni yəni dinləmir, elə digər uşaqları necə deyim, digər uşaqlara müraciət edir ki, cavab versinlər. Fəal uşaqları tarazlamağın yollarından biri də odur ki, əgər bir suala cavab verdisə, digər suala da cavab verməmişdən öncə müəllim nəzakətli şəkildə deyə bilər ki, qoy yoldaşların da cavab versin və yaxud da digər komanda yoldaşlarımıza da şərait yaradaq ki, onlar da bu komanda işində, bu qrup işində iştirak etsinlər, onlar da inkişaf etsinlər. Yəni mənə elə gəlir ki, bu hər müəllimin özünün belə deyim, qrupları arasında, sinfi arasında müəllim özü bunu təşkil etməlidir, balanslaşdırılmalıdır. Hər müəllim öz sinfindəki olan uşaqların xasiyyətini bilir, onların nəyə qadir olduğunu bilir. Yəni düşünürəm ki, bu hər müəllimə görə dəyişə bilər. Dərsdə fəallıq göstərmir uşaq da fəallaşa bilir. Bəli, bəli, qrup işinin əsas mənzili zaten odur ki, burada fəal olmayan uşaqlar da, passiv uşaqlara da kiçik məsuliyyətlər verməklə onları da fəallaşdırırıq. Çünki məsuliyyət elə bir duyğudur ki, artıq hərəkət etməyə vadar edir. Ona görə də uşaq həmin məsuliyyətin öhdəsindən gəlmək üçün çalışır. Çünki artıq görür komandada digər uşaqlar necə fəaldır, aktivlik göstərir, iştirak edir. O biri uşaqlar da, o fəal olmayan uşaqlar da həmin fəal olan uşaqlara çatmaq istəyir. Mən həmişə bunu vurğulayıram ki, ümumiyyətlə qrupları yalnız fəallar və yaxud da yalnız fəal olmayan uşaqlar üzərində qruplaşdırmaq heç düzgün deyil. Qrupda hər iki tip uşaqdan olmalıdır. Fəal olanlar, olmayanlar, orta fəallıqda olanlar, qarışıq olduğu halda daha yüksək nəticə almaq mümkündür. Amma qarışıq olmadığı halda elə fəal olmayan uşaq fəal olmayan uşağa baxır. Elə belə desək, belə yəni rahat şəkildə desəm, tənbəl uşaq tənbəl uşağa baxır, biraz da tənbəlləşir. Ona görə də mütləq lazımdır ki, aktiv uşaqla tənbəl uşaq eyni qrupda olsun. Eyni qrupda olduğu zaman həmin o tənbəl aktivə baxır, daha da aktivləşir. Danışdım, heç o işi vərəqləmədik, hazırladığımızı. İnşallah ki, təlim faydalı olar. Gələn təlimlərdə daha dərin mövzularda görüşərik inşallah. Buyurun, siz sağ olun. Oxuyub anlama üzərində bir təlim təşkil edərək o barədə daha dərin danışacağam. Əgər suallar bitsə, təlimi yekunlaşdıraq. Əziz Sevdə xanım, dəvətimizi qəbul etdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Xoşdur müəllimə.
İştirakçılar üçün pedaqoji inkişafına müəyyən qədər rol oynadı. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunur. Tövsiyəm budur ki, qrupu tərk etməyin və həmkarlarınızı da həmin bu qrupa dəvət edin. Sertifikat üçün elandakı nömrə ilə əlaqə saxlamağınız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərdə görüşənədək. İnşallah. Sağ olun. Sağ olun.